Çoxları elə bilir ki, telefonları 2-3 ildən sonra şirkətlər yeni modelləri satmaq üçün qəsdən yavaşladır. Amma əsl səbəb şirkətlərin gizli planı yox, cihazın daxilindəki mikrokomponentlərin fiziki ölümüdür. Gəlin bu məsələnin əsas səbəblərini qısaca izah edim. Birinci əsas səbəb yaddaş çiplərinin aşınmasıdır. Telefonunuzdakı UFS yaddaş sonsuz ömrə malik deyil. Hər dəfə video çəkib sildikdə və ya proqram yüklədikdə write amplification, yəni yazma gücləndirilməsi adlı proses baş verir. Yaddaş 80%-dən çox olduqda sistem məlumatları oxumaq və yazmaq üçün daha çox vaxt sərf edir və nəticə olaraq tədbirlər gec açılır və ya donur. İkinci əsas səbəb termal degradasiya, yəni quruma. İlk aldığınız gün prosesoru sərin saxlayan daxili termal pasta və ya soyutma yastıqları təxminən 18-24 ay ərzində sərtləşir və quruyur. İstiliyi kənara ata bilməyən prosesor ana platanı yandırmamaq üçün öz tezliyini, gigahertzini bilərəkdən aşağı salır. Biz buna texniki dildə termal sorting deyirik. Üçüncü əsas səbəb isə proqram təminatının fiziki resursları üstələməsidir. 2 il bundan əvvəlki əməliyyat sistemi ilə bugünkü yenilənmələrin RAM və qrafik tələbatı eyni deyil. Tətbiqlər daim böyüyür və köhnə prosesorlar bu tranzistor yükünü emal edə bilmir. Yəni uzun müddət istifadə etdiyiniz telefonların əsas yavaşlama səbəbi şirkətlərin onları qəsdən yavaşlatması deyil. Yəni ortada bu da var, amma əsas məsələ bu deyil. Sadəcə onun fiziki komponentlərinin ömrünün başa çatmasıdır. Bəs sizin istifadə etdiyiniz telefonun neçə yaşı var? Ləngimələr, donmalar başlayıb, əllərdə müzakirə edə bilərik.